İranın vasitəsi ilə bağlı bircə kəlmə sözü var. Pakistan. Pakistanın da indi mövqeyi ikilidir. Amma vaxtilə Türkiyə vasitəsilə irəli sürsəydi, onu qəbul etsəydilər daha yaxşıdır. Amma ABŞ görür neçə variantdan istifadə edir. Pakistan və Qətəri də çağırıb. Pakistan xahiş elədi, Trump İrana müharibə elan eləmədi. Və çıxdı dedi ki, Pakistanın xahişinə görə müharibəni elan eləmədim. İndi də Qətəri ərəb dövlətlərin daha aktiv şəkildə, daha yeni formatda oyuna qoşmaq istəyir. Və oyuna da qoşanda deyir ki, indi də Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyənin liderləri müraciət elədi və mən də onlara görə hərbi əməliyyatın vaxtın 2 ya bəlkə də 3 gün geriyə atdım. Amma əslində hazırlığı gedir və mən yenə elə bu indiki çıxışımda təkrar dediyimi bir də təkrar edirəm ki, bəlkə də əvvəlallah müharibə qismət eləməsin. İran ümumi vəziyyəti görsün. Özünü uzun müddətli stratejiyə hazırlasın. Uduzub sonradan dirilməyə, qalib gəlməyə hazırlasın.